Mutal Allah mübarəkə İsra surəsinin 14-cü ayəsində buyurur: Kəfə bi nəfsikə əl-yevm. Bu günün kifayət eləsən özə, öz hesab kitabın. Bu ayə izah verməzdən qabaq bir müqəddimə, bir məsələni qeyd edir. Bəziləri bunu lətifə kimi eşidiblər. Molla Nəsrəddinə ya kimdən, hansısa bir molladan bilmirəm. Amma bunun həqiqətən vaqiyyəti var. 70-80 il bundan qabaq olmuş bir hadisədir. Bir dəfə mollaya deyirlər ki, ay molla, gəl çıx mənbərə bizə bir muizə ilə. Molla da çıxır, deyir ki, ay zamanı, bilirsiniz də nə var da, nə danışacaq? Deyirlər, hə bilirik, düşürlər, deyirlər, bilirsiniz də nə deyim. Səhərisi günə təzdən deyirlər ki, ay molla, çıx bir söz, çıxır deyir, ay zamanı, bilirsiniz? Deyirlər, yox, bilmirik. Deyirlər, bilmirsiniz əslində nə deyim. Yəni düşür yerə. Üçüncü gün bilirsiniz, bəzilər deyir, bilirik, bəzilər deyir, bilmirik. Deyir, onlar bilənlər, bilmənlər öyrəsin. Düşür yerə. Bunu bir lətifə kimi deyiblər. Amma bu işin həqiqəti var. Mən kitabda oxumuşam, deyir ki, bir ruhani olub, İranda olub. Bir ruhani olub, bir şəhərdə yaşayır, kəndli şəhərdə bilmirəm, bir məntəqədə yaşayır, başqa bir məntəqədə gedib muizə edilmiş. Xütbə oxuyurmuş cəmaata. Ortada bir dənə bir üçüncü məntəqə var, oradan keçib gedir. Bu kəndin cəmaatı bir dəfə deyirlər ki, bu buradan gəlib bizim kəndi baslayıb keçir o tərəfə, biz də bundan istifadə edək, çağıran üstünə bir muizə eləsin. Gəlir çıxır, çox təkiddən sonra deyir, yox, istəmirəm 1, 2, 3, sonra bir dəfə də qəbul edir, deyir, yaxşı. Gəlir çıxır, həmən cərəyan olan cərəyan olur. Ay cəmaat, bilirsiniz nə var, nə yox? Deyirlər ki, bəli, bilirik nə var. Düşür yerə həmən cərəyan edir, ikinci gün yox, üçüncü gün. Burada bəzi zahir düşünənlər deyirlər ki, bu da molla, sarıdımızı çıxı gedir, üçüncüzə yumal verir, çıxı gedir. Biz buna nə dedik, bu bizə nə dedik? Amma ariflər yazılan ki, o yaxşı dərs dedi orada. Birinci gün bilirsiniz, bəli. Dedi ki, bilən adam üçün mənim bu deyəcəyim artıq söz oldu. Artıq söz danışmalıq, vaxt istat eləmək, buna ehtiyac yoxdur. Bənzətli nəyə? Elədir ki, bir adam imkanlıdır, gəlib durub dilənir. Buna kimsə nəsə verər, hamı deyəcək ki, sən niyə verirəm, var orada çıxır. Yəni bir insanlar ki, bilirlər, onlar üçün tələf olacaqdır. Məndən çox ısrar elədir, gəlib oturur, mən də vaxt tələf eləmək istəmədim. Vaxt tələf eləmək kimisə vaxtını tutmalıdır, şəhərən düzdür. Hamı dediniz, bilirik, mən dedim, bilənə mənlə danışın, mən müştərim yoxdur, çıxın gedim. İkinci dediniz, bilmirəm, onlara bir başqa dərsdir. Dedi ki, bilmirsən, niyə mütaliə eləmirsən, niyə oxumursan? Hazır öyrəşibsiniz, kimlərsə gələyəm söz deyə, daşdan devardan bir şey öyrənsiniz, çıxıb gedəsiniz, oxuyun, oxumaq isə lazımdır. Üçüncü qrupa, üçüncü gün bu sözü çatdırdı ki, yarımız bilirik, yarımız bilmirik. Demək istədi ki, söz deməklə təkcə mollanın işidir. Əmr və məruf, nəhiyyəz münkərlik, hər bir insanın boynuna təşrif var. Kullukum ra, kullukum məsumunə bir rəyyə. Həzrət Peyğəmbərimiz buyurur ki, siz hər biriniz ra, lüğənin mənası çoban deməkdir. Amma çoban o mənada deyir ki, yəni çoban ki, sürüdən müğayət olur, məsuliyyət daşır hər bir. İndi siz də hər biriniz tək dəhlizdə bir əmr bir məruf eləyənsiniz, bir nəhiyyəz münkər eləyənsiniz, hər birinizin haqq var ki, bilməyənlərə öyrədəsiniz. Bu işlə məşğul olur. Xulası, mənim sözüm budur. Deyir ki, üstdən bir müddət keçəndən sonra bu molla görlər yenə gedir, bu zaman deyirlər ki, bunu bir dəfə də dəvət edir, amma sözləşdilər. Deyirlər ki, buna bir dəfə deyir ki, bizi sarıma. Çıxıb orada bir söz, hə, yox deyib düşmə, iki kəlmə fərli söz deyib, biz də qəbul edək, deyərsən, bizə də bir söz deyib. Yenə təzdən buna müraciət edər, üstdən bir müddət keçəndən sonra gəlir. Və burada bu məscid cəmaatında örgəlir, o əsas o işi təşkil edir. Deyir, gəlib siz də, sizə də deyəndə ki, bilirik, sizə bir bəhanə ilə susun, cavab vermir. Molla hazır cavab olur, hər ölsə bir söz deyir, bir söz demir, qoy muizə eləsin, bir şey alaq. Deyir, molla gəlir, çıxır mənbərə, deyir, ay zaman, indi sizə bir sualım var. Əgər bu gün sizin hesab kitabınızı mənim əlimə versəydilər, mən sizinlə neyini ərdim, nə rəftar eləyərdim? Və siz mənlə nə rəftar eləyərdiniz?
Yəni, bu günləri elə bir şirkətli hesab kitabı təhvil verirlər ki, mənim əlimdə. Bax, bu namaz qılanlara gör kim neydi, neyniyərdir və mən neyniyərdim. Deyir, hamı birdən baxırlar ki, mənim hamı qayıdır öz arxivimə. Birdən mənim filan əməlimi görsən, mən neyniyərəm. Bu, o əməlin dalacaq, o əməlin dalacaq. Bir də onda ağa baxır ki, hamı gözlər dikilib belə bir nöqtəyə gedirlər xəyala. Deyir, hə. Bax, mən sizdən bunu eləyərdim və istərdim ki, bu halınızı qiyamətə qədər saxlayın. Yəni nə? Yəni, öz hesabınıza yetişin. Yəni, mən sizdən bunu istəyərdim. Və sizdə bunun sorağında olub, bunun dalacaq gedərdiniz. Bir anlığa hamı gözün dikdi bir nöqtəyə. Pərvəndələr gəldi gözün qabağına. Yaxşı nə əməl eləmişəm, pis nə əməl eləmişəm, hamı başladı özü üçün hesaba tapanmalığa. Kəfa, həmən o söz, kifayət edəcəksin öz hesabı sözüsə. İndi mən də istəyəm bir balaca bu məsələyə toxunum. Bir anlığa bizim də gözümüzün kesinliklə. Əməl dəftərimizə baxaq. Nə ilə biz adam olaq? Nə iş gələ biz adam olaq? Özümüzdən bir hesab kitab edək. Yəni, tələbələrdən biri deyir ki, rəhməti ay Behçət sağ olanda bir dəfə eşitdim ki, Məşədə gəlir. Dedim ki, bir xəlvət tapacam, bundan bir söz soruşacam. Mənə bir dənə gözəl dəstürləməl versin. Mən nə eləyim adam olum? Deyir, gəldim sübh namazı vaxtında ay Behçəti həmən yerdən keçəndə gördüm. Gördüm, gedir, gəldim, yaxınlaşdım. Ağa, salam aleykum, keyfiniz, əhvalınız. Biraz söz-söhbət özümü tanıtdırdı, mən də tələbəyəm. Ağa, mənə də gözəl bir göstəriş verir ki, mən neyim? Ağa, Allah deyən insan olum. Bayaq qeyd elədim ki, namaz qutaran ki, elə qaçıb gedirəm ki, elə bir ki, ilan ağzından qurbağa qutarıb. Görəsən, niyə halım olmur? Onun da gücünə o namazda dururam ki, halım da çatmır. Haçan əssalamu aleykum deyir. Neyim? Nə tər eləyim ki, mənim halım yaxşı olsun? Deyir, söhbətimiz belə çatanda əvvəl başqa məsələlər soruşdum. Bu məsələni soruşanda artıq İmam Rıza Aleyhisselamın günbəzi görsənirdi orada. Ağa neyim? Dedi ki, onu tanırsan, o günbəzin altında yatanı. Dedim, bəli. Dedi, bilirsən o nə işdən xoşu gəlir? Dedim, hə. Dedi, bilirsən bunda nəyinə xoşu gəlməyir? Bilirəm. Dedi, onun xoşu gələnləri elə, xoşu gələnləri elə. Onda dediyin adam olacaqsan. Esselamu aleykum və rəhmətullah. Ayrıldı. İndi bilir, hamımız bilir. Bilməyənimiz yoxdur, hər əməlimizdə bunu bilirik. Amma hesab kitabına söhbət gedir. Mən ona toxunmaq istəyirəm. Qiyamətdə olacaq bir səhnə. Bu hesab kitab bizdən gedəcək. Hasib nəfsəkum, qəblə ən hasəkum. İmamların bir hədis var. Hesabıza yetişilməmiş, öz hesabıza yetişin. Bir nəfər deyir, tələbə idim. Bir qapıda xidmətçimiz vardı, çayzat hazırlayardı. Ondan sonra süpürərdi, belə bir işlərə xidmət elərdi mədrəsədə. Onun dilindən danışırdı ki, bir gün ağa mənə çağırdı, mədrəsənin məsudu, böyüyü. Mənə bir pul verdi, məsələn 100 manat. Dedim ki, filan şeyləri al gətir. Dedim, mən fikirləşdim ki, aha, deyəsən məqamın böyüdü, şükür Allaha. Dünən sizi süpürdüm, indi mənə gör nəyi etibar edirlər. Hesab kitab, al ver. Götürdüm pulu, getdim. Hər də almışdım, gəldim, oturdum. Birinci, ustadın qabağına getməmişdən öz otağımda oturdum. Hesabladım. Lap kiçik xirqə nöqtələrə qədər ki, filan qədər filan şey almışdım, filan qəpik, filan manat, yazdım hamısını siyah ilə doldurdum. Hər şey hazır yerində gəldim. Qapını verdim, ağa, gəlmişəm. Gedir, alıbsan dedim mən. Apar qoy üçünüzə. Qoydum, aldığım şeylər üçünüzə, dediğim o da o qutunun içərisində pul var. Əgər boşluq alıbsan, oradan götür, apar ver. Artıq qalıbsa, artıqında o da at. Dedim, ağa, siz hesab kitab eləmirsiniz.
Dedi, yox, sənə inanıram ki, hesab kitab eləmirəm. Var buyur, mən sənə inandım. Bu mənə nə qədər qolqanadır dedi. Nə qədər böyütdü məni ki, yəni bir insan huzur ola bilər ki, ağasının yanında zibil süpürə indi bu hesab kitabı aparır, onda yoxlanırlar. Deyir, qiyamətin günündə belə bir səhnə olacaq. Həmən İsra surəsi 21-ci ayı. Nədir? Deyir, orada insanlar gəlib dururlar hesabat verməliyə, Allah talanın bir əmri olacaq. Deyəcək ki, bir dəstə insana. Kəfa bir əfsikəl yox. Hesab kitab verilir, kimin sağ əlinə, kimin sol əlinə və hesaba yetişirlər. Rəhmətli Dəstəyev ağa bir dəfə söhbətinə belə bir şey işlədir ki, deyir, öləcəm ha, bunu hamımız bilirik. Mən ağsaqqaldan tutmuş, körpə uşağa qədər göstərir. Öləcək və bizim hesabımıza gələcəklər. Amma içimən qarışır, özümüzü dalladır başqalarından. Yəqin eləmidir. Quranın hər bir ayəsi, hər bir kəlamı, hər bir xitabı doğrulacaqdır. Keçən cələslərdə qeyd edir. Bir sıra ayələr Quran-ı Kərimdə, Allahın vədələridir. Amma biz bu vədələrə nəsə çox ciddi yanaşmırıq. Yanaşmamağımızın səbəblərindən də biri budur ki, özümüz bir-birimizə o qədər vədə vermişik. Ondan sonra o vədə eləməyəndə bir dənə üzrxallarla çək bağışlara bilmədim də, gecikdim, vaxtım olmadı, gəlmədim. Hamı da keçir o sözün üstündən çəkdə, üzrü olub gəlməyib. Belə bir Allah da vədələri bilir. Deyirdi, bir dənə bax, sənə söz deyim. Bir nəfər deyir ki, vaxt diqqətli olun. Sizə bir dənə cümlə deyəcəm, söz deyəcəm. Hər kəs o cümləni əzbərləsə və mənə təhrif versə, 1000 manat ona pul verəcəm. Qulaqlar lakatla dönür. Görəsən nə olacaq, 10 min mən qazanım. Təbii. Siz bilirsən, bu, axı, öyrəşmiş bir maddi aləmdə yaşamağa da, bu çalışıcılığı görəndə inanır. Amma indi Allah sənə söz deyir ki, o bu kəlməni yadında saxla, sənə qiyamətdə bir iş verəcək. Bu kəlməni yadda saxlamalığa o cür marağımız yoxdur. Gələcək o qədər inanmız yoxdur. Qiyamətdə o qədər inanmız yoxdur. Kəfa bir nəfs qəliyyəm. Allah deyəcək ki, bax, insanlar düzülüb bura. Bir dəstə insanlara. Gətirib verəcək ağzını, alaq. Özünüz hesabı yapar. Özünüz qiyməti ver. Beşliysən, getir beşlə. Cənnətə, cəhənnəmisə get cəhənnəmə. Ən saçda aparmıram, sənə mən arxayım. Bir də sizə insanlar orada təəccüb edəcəklər. Biz də həmən sırada durmuşuq. Bəs bizə niyə? Allah buyurur ki, hətta qıran insanlar, o qədər insanlar həsəd bir aparmış olarsa. Sən bir dənə şuarı yanında saxlamışsın. Bir söz demişdim, bax, Quranda. Bir ayə demişdim, bax, İsra surəsində. Kəfa bir nəfs gəlir. Yadılsan həmən ki, 2015-ci il, fevral ayı, filan gün, cümə günü, insanlar hamısı dünyanın hesabatlarının hamısına yetişdilər. Tacir ticarətində. Yəni, uşaq öz dərsində, o birisi alverində, o birisindən taksi şoförü öz pulunda, xırdaları gündə səfər iriyə çevirdi, irini xırdaladı, o birisi pulları belə yırdı, ora qoydu, hamısı həmən vaxtda heç kimin yadına düşmədi ki, o dəqiqə, o saniyələrdə. Ki, mən də bir dənə hesabçıda aparım ki, Allahla neynədim, nətər elədim, düz elədim, səhv elədim. Onda yer üzərində bir neçə dənə insan məni özlərindən qabağa saldılar. Onlar düşündülər ki, ailə də lazımdır, uşağı da lazımdır, pul da lazımdır, hər şey lazımdır. Amma Quran bir kəlmə deyir Zariyat surəsində. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِيَعْبُدُونَ. Biz, Allah buyurur ki, insanları və cinləri niyə görə yaratdı? İlla liya'budun. Fəqət bəndəsidir. Bu bəndəsinin içərisində sadaladıqlarım da var. Həqiqi bəndə olan, həqiqi aylaşaq saxlamanın da qaydasını verir.
Həqiqi Allah bəndəsi həqiqi ticarətçi olur. Həqiqi müəllim olur, həqiqi həkim olur, hər nə öz sahəsində. Ona görə o nidalar içərisində, mənim nidama cavab verən insanların içərisində az bir adam oldu. Onda onlar məni eşitdi, məni özlərindən qabağa saldı. İndi mən bunları, bu etibar ki qazandılar, kitab rəhbərinə zərrən edir. Burada bir dənə söz var. Əgər hesab kitab edən insan olsa, bilirsin mənası nədir? Yəni, hesabımı axşam aparıram, tacir, ticarətçi, nə qədər qazanmışam, nə qədər itirmişəm, mayadan yemişəm ya əlavə eləmişəm. Mayadan yemişəm, sonra cübran eləməliyim, düzəltməliyəm. Artırmışamsa əgər, ya kapitalını artırıram, ya da ki, başqa bir iş görürüm. Hesab kitabın nəticəsi budur ki, əgər günah eləmişəmsə tövbə eləyim. Həqiqi hesab aparan tövbə eləyəcək. Günah eləmişəmsə şükür eləyim Allahıma ki, Allah bu günümü günahsız keçirmişəm. Nəyin hesabatını keçirər? 3 dənə şey deyir hədis və ayə. Bu 3 dənə şey hesabatını hər gün özündə verərsən. Adam var, yaxşı hələ hər gün demir. İndi illər boyu onu yada salan yoxdur. İl ərzində 5 dəqiqə hər bir insan özünün bu hesabatını aparsın. Hansı 3 dənədir? İnşallah gələn cəlsimizdə. Allah'a and verək özəti cəlalına. Allah bizi hesab kitabına yetişən möminlərdən qərar versin. Allah'a verək özəti cəlalına. Allah bu əziz gündə bizim o kiçik və nöqsanlı ibadətlərimizi öz yanında əhsən vəsindən qəbul eləsin. Allah imam zamanımızın zuhurunda təcil eləsin. Bizləri də onun həqiqi davamçılarından qərar versin. Bu günümüz dua günüdür. Möminlərin dualarına ehtiyacı olanlar var. Xüsusilə dua qeyd edənlər var, iltimas edənlər var. Ən çox dualarımız xüsusən bu xəstələr barəsində olur. Bir nəfər qardaş xahiş elədi ki, atasını xaricə, müalicə göndərir. Bir nəfəri də xanımlardan sifariş göndərir, Simaşqada xəstə yatan var, xüsusi iltimas edir. Allah'a and verək özət cəlalına, Allah cəmi xəstələrimizə, xüsusən məddi nəzər xəstələrimizə, iltimas olunan xəstələrimizə şifa-i acil inayət eləsin.